Doktor, reanimasiyaya düşən uşaqlarda ən çox müşahidə elədiyiniz gecikmə səbəbləri nələrdir? Bizim valideynlərimiz xəstələrində, yəni uşaqlarında olan bəzi dəyişikliklərə qarşı çox həssasdırlar. Məsəl üçün, qızdırma olanda bunun dərhal fərqinə varırlar və bəzən panikaya düşə bilirlər. Amma təngnəfəslik mövzusunda belə deyirlər. Yəni bir uşağın tez-tez nəfəs alıb verməsi və ya nəfəs alıb verərkən qabırğalarına güc düşməsi, bunlar da önəmlidir. Bəzən bunları qaçıra bilirik. Xüsusilə əyninə başına soyunmadığımız zaman uşağın görə bilmirik ki, uşaq qarnı ilə nəfəs alır. Və bir digər gözdən qaçırılan mövzu, bəzən uşaqlar xəstəlikdən yorğun düşmüş kimi dəyərləndirir, amma o sırada uşağın beyin qan dövranı pozulmuş olur və yuxuya meyilli olur. Uşağı oyadırsan oyanmır. Qıraqdan verilən qıcıqlara qarşı reaksiyası zəif olur. Burada artıq xəstəni gecikdirdiyimiz hər dəqiqədə beyinə olan o zədələnmə artar, yəni get-gedə. Və ya deyək ki, uşağın iştahı azalıbdır, az və ya çox miqdarda belə ki, azalıbdır, amma sidik çıxışı bundan daha çox azalıbdır. Yəni uşaq faktiki olaraq sidik verməməyə başlayır. Bu da yenə orqanizmdə olan qan dövranı pozuntusu nəticəsində böyrəklərin zədələnməyini göstərir. Bəzi hallarda bu gecikmə xəstənin dializə qədər getməyinə səbəb olur. Və bu gecikmələrin nəticəsində əslində bizim də reanimasiyada işimiz çətinləşir və xəstəliyin sağalmasının uzamasına səbəb olur.